Salam dostlar, bu günləri biz Hexabox maşınları haqqında yenə danışacağıq. Həmişə dərsə başlamışdıq, qabaq dediyim kimi istifadə olunan texnika, texnologiyalar, biliklər yalnız icazə verilən maşınlarda tədris üçün nəzərdə tutulub. Digər sistemlərdə, maşınlarda, veb saytlarda tətbiqi qəti qadağandır. İndi isə başlayaq. Bugünkü maşınımız Jerry'dir, Windows maşınıdır. Enumeration edəndə Nmap -i eləyirəm ki, maşın haqqında daha ətraflı məlumat əldə eləyəm. Mən burada məlumat əldə edəndə fikir versəniz, digər maşınlardan fərqli olaraq bir dənə portu görürəm, 8080-i. Onun açıq olduğunu, Apache Tomcat. Artıq bu o deməkdir ki, burada bir web sayt var, web server qaldırılıb. Tomcat 7.0.88. Əlbəttə ki, serverində Windows olduğu göstərilir. Nə edirik? IP-ni götürürük. 8080 yazırıq. Və Apache-yə daxil olub. Görürük ki, belə bir server var. İndi bizə lazımdır ki, nə edək? Yəni, ilk öncə ağla gələn nə olur? Buradakı linklərə baxa bilərsiniz. Əgər fikir versəniz, Home, Tom, Apache org, yəni tamam başqa bir web sayta gedir. Bizim IP-imizlə documentation var, configuration var, example-lar yerindədir. Wiki tamam başqa yerə göndərir və s. Server status, manager app, host manager. Server statusa girək. Burada server haqqında status verilib. OK. Manager app-a giririk. Mən artıq daxil olduğuma görə sign out da yoxdur bunun ki. Sign out eləyim. Bir dəqiqə. Mən artıq bu maşına daxil olduğuma görə login parol yadda qalıb. Biz nə edirik? Manager app-a girəndə bizdən login və parol istəyəcək. Biz əlbəttə ki, login parolu bilməyəcəyik. Biz internetdə axtarış verə bilərik. Tomcat-ın hansı by default credentialları var. Və yaxud da ki, host manager-ə girəndə login parol verəndə sadəcə olaraq cancel edirsiniz və sizə bir səhifəni açır. Bu çox asan maşın olduğuna görə beləsinədir. Yəni, burada artıq avtomatik Tomcat və secret, yəni login və parol verilib. Bu ilə də rahatlıqla daxil olursunuz Manager app-a. Manager app-a daxil olandan sonra biraz buranı araşdıranda görürük ki, yazılıb select var file to upload. Demək ki, biz var faylında shell yaza bilərik. Yəni, RefShells saytını artıq siz bilirsiniz. Windows'u seçib var faylı edirik MSF Venom'la. Gördüyünüz kimi sonluğu varla olan bir skript verir. Biz onu, mən artıq yaratmışam. Biz onu yaradırıq. Baxa da bilərsiniz, hazır artıq kodlaşdırılmış bir zərərverici fayldır. Biz bunu kompüterə, maşınımıza upload etdikdən sonra, hansı ki deploy çox rahat oldu, biz bunu aça bilərik. Amma bunu açmamışdan qabaq, baxın, listener'ı aktiv eləmək lazımdır. Burada sizin fayl görsənəcək. Hansı adda versəz, görsənəcək. Üstünə çıxan kimi avtomatik olaraq maşındayıq. ID-yə get UID yazsaq, heç birini göstərmədik, yox. Dir cd users dir cd administrator dir edirik yenə cd desktop. Biz administrator papkasına girmişiksə artıq hər şey yaxşı olmalıdır. cd flags burada siz fikir verin, yazılıb 2 for piece of one, yəni ki 2 açar bir faylın içindədir. Amma siz bunu açmaq üçün type komandası
dırnaq açırsınız. Bu faylın adını götürürsünüz. Belə. Copy. Paste. Və bu. Mən aktiv eləməyəcəm. Bunu artıq siz bura qədər gəlməlisiniz. Bu maşın çox asan olduğuna görə burada privilege escalation belə yoxdur. Və Tomcat maşını da çox asandır. Biz artıq bir dəfə buna oxşar bir maşın etmişik. Ümid edirəm ki, video sizə kömək oldu. Bu çox tez enumeration edilən bir maşınlardandır. Yəni bunun üzərində çox da araşdırma aparmaq olmur. Amma yenə həmişə dərs başlayanda bitəndə eyni şeyi deyirəm. İstifadə olunan texnika və texnologiyalar yalnız və yalnız TryHack mi Hexabox platformalarında tətbiq edilməlidir. Digər maşınlardan istifadəsi qəti qadağandır. Hər hansı bir suallarınız olsa kommentlərə yaza bilərsiniz. Dostlarınızla paylaşın. Kiber təhlükəsizlik üzrə biliklərinizi daha da təkmilləşdirmək istəyirsə kanalıma abunə olun. Dostlarınızı da abunə eləməyə çağırın. Hamınıza uğurlar gələn dərslərə qədər.